Определите основную мысль tекsta. Mətnin əsas fikrini müəyyənləşdirin. Mətnimizdə kimya fənni haqqında ətraflı məlumat verilir. Kimya məktəbdən tanış olduğumuz və məktəbdə keçdiyimiz bir elm sahəsidir. Onu məktəblərdə, universitetlərdə, institutlarda öyrənirlər. Kimyanın sayəsində biz çox maraqlı fikirlər və yaxud faktlar öyrənmiş oluruq. O bizə insan orqanizmini necə qurulduğu haqqında ətraflı məlumat verir. Yediyimiz ərzaqların və yaxud nəfəs aldığımız havanın, həmçinin içdiyimiz dərmanların və müasir texnoloji alətlərin necə qurulduğu haqqında ətraflı məlumat verir. Qədim zamanlarda kimyaçılar cəmsi 4 element olaraq, yəni həyata baxırlarmış. Bu su, ateş, hava və torpaq imiş. Amma sonradan artıq kimyanın tərkibinə başqa elementlər də daxil olaraq onu zənginləşdirmişdir. Мэтннен irəli gələrək химию изучают потому, что благодаря ее знанию можно узнать много интересных фактов ifadəsini mətnin əsas fikri kimi götürə bilərik.